Bayram Əliyev Asəf Firudinoğlu bilirsiniz ki 23 noyabrdan Türkiyədə axtarılır. Dünənləri yenə də bizim əməkdaşlarımız İzmitdə və İzmit ətrafında Asəflə bağlı araşdırmalarını davam etdiribdilər. Nə yeniliklər olub onunla bağlı məlumatlar verəcəm. Amma ikili ekranlarda axtarışda olan şəxslərin şəkillərini görürsünüz dostlar. Dünyanın müxtəlif ölkələrində bu şəxslər axtarılır. Ukrayna, Rusiya, Türkiyə, İran, dünyanın Orta Asiya, nə bilim, dünyanın elə bir ölkəsi yoxdur ki, orada axtarışımız olmasın. Bu şəxslərlə bağlı məlumatı olanlar 050-501-0147 və ya qaynar xətlərimiz, WhatsApp nömrələrimiz, sosial şəbəkələrdəki hesablarımızdan bizə yaza bilərsiniz. Bu günləri axtarış üçün, baxın orada necə bir qız, belə axtarışları görəndə mən ölürəm. Gözəl bir qızımız. Salam. Adın nədir bala? Mələk. Mələk. Bəli. Mənim gözəl Mələk. Mələk adını indi daha da çox sevdim. Çünki yox deməyim. Birdən insanların hamısında heyvana qarşı sevgi yoxdur ki. Hamıda yoxdur ki o. Mən küçədən bir dənə dünən küçədən bir dənə pişik tapdım. Dedilər ki, sizdən 5 dəqiqə əvvəl gətirib atıblar. Mən də ona yazığım gəldi. Gətirdim evə. Düzdür, 3 dənə pişik var idi, ev artıq zooparkdır. Yəni 4-cü oldu. Adını da Mələk qoydum. Çünki o qədər gözəl idi ki. Yəni ona görə yəqin mənə görə heyvanları sevmək lazımdır. Qəlbində heyvan sevgisi olmayan insan insanları sevə bilməz. Heç kimsəni sevə bilməz. Xüsusən pişiklər bizim görmədiyimiz varlıqları görə bilirlər. Ona görə həmişə belə deyirlər ki, pişiklərə baxmaq savabdır. Ağlama. Sən Allah ağlama. Mənim gözəl Naxçıvanımın gözəl qızı. Naxçıvandandır mənim gözəl bacım. Bilirsiniz ki, necə sevirəm Naxçıvanı. Mən orada təhsil almışam. Bu arada 28 fevralda uroloq-androloqumuz Bəxtiyar Hüseynov, həkim kosmetoloqumuz Nigar Sultanova ilə birlikdə Naxçıvanda olacam. Ona görə hər iki doktorumuzun qəbuluna yazın. Hətta orada da axtarışlarınızla bağlı, problemlərinizlə bağlı mənə də müraciət edin. Gəlin mənlə də görüşün. Götür görün mikrofonu. 21 yaşım var mənim. 6 yaşım olanda atam rəhmətə getdi, maşın vurdu, maşın qəzasında. Atam gedəndə rəhmətə, mən anamla özüm ikimiz qaldıq. Anam məni tək böyütdü. Bəs ata qohumları, bibilər, əmilər? Onu axtarmağa çıxmışam. Onları axtarırsan. Heç olmasa birinin adını bilirsən. Heç kəsin. Yaxşı, atanın adı, soyadı? Qədirova Rövşən Hümbətoğlu. Qədirov Nurşən Rövşən. Qədirov Rövşən Hümbətoğlu. Hansı rayondan olublar? Xızıdan. Xızıdan olublar. Qədirov Rövşən Hümbətoğlu Xızıdan olub. Neçənci ildə dünyasını dəyişdi? 2011-ci ildə. 2011-ci ildə. Yaxşı, bir dənə anaya ver. Gözəl xanım, sizin neçə il Rövşənlə bir yerdə yaşadınız? Onu bilmirəm, yadımdan çıxıb. Mən elə 2020-də karantin vaxtı mənə maşın vurub xanım, mən xoş qədəm xanım. Yox, bir dəqiqə, deyən. Bu qızın neçə? 21 yaşı var. Bəli. 20 il əvvəl bu kişinin ailə qurmusan da. Bəli. Bu ailə quranda bunun atası, anası, qardaşı, bacısı... Mənə demişdi ki, xoş qədəm xanım, atam anam rəhmətə gedib, amma qardaşının heç bir adamını görməmişəm mən. Göstərmədi, yəni ki, gəlib getmədilər. Heç kəs. Bəli. Yəni belə deyib, bu bir gizli evlilik oldu. Bəli. Elə bir ki, gedib, özü gəlirdi, amma mənə deyirdi gedək, mən getmirdim nəsə. Niyə getmirdin ki? Nə bilim, qurban. Bəs sizin ata, ananız... Mənim atam anam rəhmətə gedib, Allah ölənlərinizə rəhmət. Yox, o vaxt indi onlar yeni gedib də. Yəni həmən vaxtı bununla evlənəndə ailəniz vardı mı? Ata, ana, qardaş? Mənim atam rəhmətə gedib 93-cü ildə. Anam var idi. Allah ölənlərinizə rəhmət. Allah rəhmət eləsin. Mənə də gəldi, karantin vaxtı mənə maşın vurdu. Ombadan dizə qədər mil qalıb. Kəllə beyin travma almışam. Gözüm zəifliyi var. Yaxşı bitişməyib əyağım. Yəni ki, zayam, qurban olum sizə.
Yo, indi bunları qoyaq kənara. Hələ hal-hazırda Rövşənin qohumlarının Hə, axtarışı indi ilə məşğulam. Onun bəli, Siz onun mənə onu qohumlarını deyin ki, axtarın. bu qız Allah 6 köməyiniz yaşında olsun. ata öldü. Bəli, bəli. Ata öləndə atanı kim bastırdı? Atasını vuran adam. Allah verdi. Ağcabədlən Yəni idi. bunun ölümündən ailənin xəbəri olmadı. Bəli, olmayıb. Ay Allah! Olmayıb. Dəhşət. Olmayıb. Yəni ailənin heç xəbəri yoxdur ki, bu adam ölüb. Bəli, olmayıb. Deməli Hümbətov, Qədirov Rövşən Hümbətoğlu. Qədirov Rövşən Hümbətoğlu qızıdan olubdu. Bəli. Neçənci il doğumluydu? 75 doğumlu. Aprelin 23-ü 1975-də Xızıda doğulubdu. Bakıda doğulub, amma əsli Xızılı olubdu. Nə bilirsiniz, bəlkə onu da yalan məlumat verir. Bəlkə sizə heç doğru məlumat verməyib. Bilmirəm. Bəli, sənədlərini gətirmişdim buradadır. Gətirin görüm o sənədləri. Adət Yəni- ənənə ilə ailə qurmayıblar da. Yox, rəsmi nikah var. Yo, Rəsmi nikah var. Bəs Atalığın rəsmi zaten nikah hamısı. olarsa... Mən də məhəttəl qalmışam. Belə şey ola Çox bilərmi? maraqlıdır. Deməli, maşın Bəli, hamısı sizi var. onu vurdu və həmən ailə bastı. Bəli, vuran adam Yəni Allah verdi. qohum əqrabanın xəbəri yoxdur Yox, ki. heç kimi bilmir. Rövşən dünyasını Bəli, heç kim dəyişir. bilmir, qurban olum. Qədirov Rövşən Hümbətov. Siz də bilmirdiniz. Yaxşı, mən təcili Gülnar xanımın sujetini verək. Sənədi gətirin mənə. Ayşad üçün, Hüseyin üçün studiyaya gələn xanım daxil olacaqdır. Biraz sonra bugün onlara da bizim xəbərimiz var. İzləyək. Təşəkkürümüz var. Bu arada mən qeyd edeyim ki, Gülnar Əhmədli Medera Hospitalındadır. Gülnar Əhmədli Medera Hospitalındadır və artroz xəstəliyindən əziyyət çəkənlərə şad xəbər verim ki, bir iynə ilə bu ağrıya yox deyirsiniz. Proses 20 dəqiqə çəkir və bu üsul ölkəmizdə bir ilkdir. Gülnar xanımın yanındadır. Ona görə də çiyin, diz ağrılarıdır, artroz müalicəsidir, bel boyun ağrılarıdır. Onurğa problemi olanlar Medera Hospitalına gedir. Gülnar xanımın yanına. Bu arada Şəkidən məni izləyənlər var. Şəkiyə yaxın bütün rayonlar var. Onlara deyirəm, artroz xəstəliyindən əziyyət çəkirsiniz, müraciət edin, 28 fevralda doktorun qəbuluna yazılın. O cümlədən 7 martda Gəncədə olacaq, Tovuz, Qazaq, Ağstafa, Gəncəyə yaxın bütün rayonlardan izləyənlər, artroz xəstəliyindən əziyyət çəkənlər 051 525 17 17 əlaqə nömrəsi. İndidən qeydiyyatdan keçin, çünki həqiqətən də bu üsulla Gülnar xanım bir daha təsdiqlədi ki, o işinin peşəkarıdır, o mükəmməldir. Gəlin, gəlin. Xanımımız gəlincə mən məlumat verim. Şəfiqə xanım bizə müraciət eləyəndə hər iki dizi 4-cü dərəcəli artrozdur. Biz artrozun müalicəsində hər dəfə danışanda deyirik ki, yaxşı olar ki, gəlib axırıncı dərəcəyə çıxmayaq. Çünki bu artıq əməliyyatlıq bir vəziyyətdədir. Və bizim dediyimiz üsulların ən effektivliyi aşağı dərəcələrdə olandadır. 3-cü dərəcədə, 2-ci dərəcədə. Yəni gözləməyək ki, dizimiz ağrıyır, çiynimiz ağrıyır, belimiz ağrıyır, öz-özündən keçəcək. Bu mümkün deyil. Mütləq və mütləq müalicə olunmalıdır. Xanım da tam axırıncı mərhələdə gəlib bizə sadəcə təklifimiz oldu ki, əməliyyat olunsun, endoprotez əməliyyatı, amma istəmədi. O zaman biz etdik, 10 günlük fizioterapiya müalicəsini etmişik. Müalicəmizin sonunda ağrılar kifayət qədər azalmışdı. Sonra hər iki dizimizə inyeksiyalar etmişik. Bugün özü danışa bilər. Əvvəlcə burada bütün ekspertlərimizi, hamısını salamlayıram. O cümlədən sizi dəyərli xanımımız, xoş gələn xanımım. Çünki sizin verilişiniz sayənizdə mən Gülnar xanımı arayıb axtarıb tapmışam. Bu cür öz peşəsinin yanı həmişə dəyərli bir xanımdır, istedadlı xanımdır. Mən onun yanına gələndə həqiqətən də yeriyə bilmirdim. Heç sürə yeriyə bilmirdim. Bu bir kurs müalicə götürəndən sonra başladım özüm yeriməyə, pilləkənlara da belə necə lazımdır. Ona görə bütün bölgələrimizə, yaxına, uzağa, hamısına mən özüm deyirəm ki,
kim arayıb axtarmaq istəsə gəlsin Gülnar xanımın Çox yanına. təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun, Minnətdaram. var olun, hamımız var olun. Əsas o da özünüzü yaxşı hiss edirsiniz. Bəli, Neçə sağ olun. idi bu ağrıdan əziyyət Bir il çəkirdiniz? olar, bir il olar. Bir il idi və neçə günlük, 10 günlük 10 günlük müalicənin müalicədən nəticəsi. sonra Bir hər- yerin görsünlər sizi. Sizi elə belə yola salın, belə yeriyərək yola salın. Bax bu pilləkənləri enin. Buradan, oradan yox, oradan yox. Ay. Anacan niyə oradan gedirsən? Həyəcanlıdır. Həyəcanlıdır. Baxın, görün necə pilləkənləri də endi. Gəlin alqışlayaq Gülnar xanımı və hər kəsə deyim ki, artroz xəstəliyinə əziyyət çəkəndə, dizinizdə ağrılar, yeriyə bilmirsiniz, yol yeriyəndə ağrılar sizi incidir. Bir iynə ilə 20 dəqiqəyə bu ağrıya yox deyə bilərsiniz. 051 525 17 17 Gülnar xanımın əlaqə nömrəsidir. Medera Hospitalında dözdə. Bakıdan müraciət edənlər Sən Axtarramın adından xüsusi endirimlər olacaq. Ramalım var mı? Təşəkkürü. Gəlsin. Qeyd edim ki, Beynəlxalq Təhsil Mərkəzində də gözəl aksiyalara start veribdir. Deməli, qış kampaniyamız hələ də davam edir. 3 aya İngilis dilində və Çin dilində mükəmməl danışa bilər övladlarınız. Özlə, bax bu dəqiqə qeydiyyatdan keçənlərə, bax elə bu dəqiqə zəng eləyənlərə xüsusi endirimlər, gözəl çanta hədiyyə, yəni bu mükəmməldir. Hardadır? Beynəlxalq Təhsil Mərkəzində və 40 növ təhsil xidməti var. Bu da bir ilkdir Azərbaycanda ki, bir mərkəzdə 40 növ təhsil xidməti. Hələ bu harasıdır? Sadəcə 2 fəndən həm onlayn, həm də əyani hazırlaşaraq Ada Universitetinə və dünyanın ən məşhur universitetlərinə övladlarınız daxil ola bilər. Bu fürsəti əldən verməyin, qeydiyyatlar başlayır, gedir. 051 401 44 43 Beynəlxalq Təhsil Mərkəzinin əlaqə nömrəsidir. Həftənin 6 günü xidmətinizdədirlər. Buyurun. Salam, hər kəs salamlayıram. Təhsilimlə bağlı Beynəlxalq Təhsil Mərkəzinə müraciət etdim. Uğurla nəticələndi. İndi Xarkov Dövlət Milli İqtisadiyyat Universitetində təhsil alıram. İnformasiya təhlükəsizliyi üzrə 2-ci kurs tələbəsiyəm. Bunun üçün Ramal müəllimə və onun dərin kollektivinə təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Qeydiyyatlarımız davam edir, Xoşxanım xanım. Valideynlərimiz müraciət etsinlər, həm bakalavr, həm magistratur, həm də doktorantur üzrə qeydiyyatlarımız sürətli bir şəkildə davam edir, həm də təqaüdlü formada. Bilirsiniz ki, martın 9-u və 15-də buraxılış imtahanı olunacaq. Buraxılış imtahanında da bütün abituriyentlərə uğurlar arzuluyuruq. Topladığı nəticələrdən asılı olmayaraq buyursunlar müraciət etsinlər. Türkiyədə tibb, diş həkimliyi, fövqəladə hallar, gömrük, turizm, bütün ixtisaslar üzrə qəbullarımız sürətli bir şəkildə davam edir. Və 051 401 44 43 əlaqə nömrəsidir. Bir daha təşəkkür edirəm. Bütün gənclərimiz, valideynlərimiz, gözəl danışıq dili, gözəl kurslar harda? Beynəlxalq Təhsil Mərkəzinə. Bu arada bizim aksiyalarımız var, unutmayın. Son neçə yerimiz qaldı Qubaya? Leyla xanım. Neçə? Son 15 yerimiz qalıb. 1 Mart Qubaya vaxt gəlməyə çox az qalıb. Endoskopik aparatla gəlir doktorumuz. Qulaq, burun, boğaz əməliyyatı istəyən böyüklər və kiçiklər, Quba, Qusar, deməli, Şabran, Xaçmaz və Qubaya yaxın ərazilər, Leyla Zülfüqarova, xaricdə ixtisaslaşıb gələn bizim dəyərli peşəkar doktorumuz gəlir ora. 050 836 36 36-ya zəng edin. Çünki vaxtda az qalıb, son 15 yerimiz qalıb. Bu arada həkim kosmetologumuz Nigar Sultanova ilə birlikdə 28 fevralda Naxçıvandayam. Gözəl görünmək istəyən bahar bayramında, bahar qızı kimi 8 Martda belə deyə, o par parıldamaq istəyən gözəl xanımlarımıza deyirəm, indidən qeydiyyatdan keçin. 051 444 0017 əlaqə nömrəsidir. Zob doktorumuz Xəqani Həsənov. Öncə onu deyim ki, Sən Axtarramın adından Bakıda müraciət edənlərə xüsusi endirimlər var. Həm müayinə, həm əməliyyatları doktorumuz həyata keçirir. Əziz gəncə, xüsusilə Tovuza deyirəm. Tovuzun qəhrəman oğlu bizim dəyərlimiz Xəqani Həsənov 28 fevralda Gəncədə olacaq. Tovuz, Şəmkir, Samux, Qazaq, Ağstafa, yəni Gəncəyə yaxın bütün rayonlardan zəhərli zob, düyünlü zob, hamiləlikdə zob, zobun bütün növləri ilə bağlı müraciət edin. Vaxt az qalıb. 6 Mart Bərdədə olacaq doktorumuz, 7 Mart Şəki,
14 mart Qubaya gəlir. Uroloq-androloqumuz Bəxtiyar Hüseynov da 28 fevralda Naxçıvanda olacaq. Bilirsiniz, uroloji-androloji əməliyyatları icbari sığorta ilə doktorumuz həyata keçirir. Mən də onunla birlikdə Naxçıvanda olacağım. Ona görə də uroloji-androloji, xüsusilə uşaqlarınızı androloji yoxlamadan keçirin. Naxçıvana buradan müraciət edirəm. Bir gün doktor olacaq orada. 28 fevral 055 694 4050 əlaqə nömrəsidir. Həkim deməli sonra kim idi? Oftalmoloqumuz Cahit Şahbazov da 28 fevralda Naxçıvanda, 7 mart Mingəçevirdə olacaq. İcbari sığorta ilə göz əməliyyatları həyata keçirir. 050 805 15 15 əlaqə nömrəsidir. Revmatoloq-alqoloqumuz Gülnar Mustafayeva, qeyd edeyim ki, Medera Hospitalındadır. Diziniz, çiyniniz, belinizdə ağrılar varsa, oynaqlarda şişkinliklər sizi bezdiribsə və protez əməliyyatını istəmirsinizsə 051 474 38 93-ə zəng edin. Bu arada qeyd edeyim, 23 fevral Mingəçevir Şəki. Bugün 23-dür. 23 bugün artıq Mingəçevir Şəkidə qəbullarını həyata keçirir. 24 fevral Zaqatala, Balakən, Qax. 26 fevral Xaçmaza gəlir Gülnar Mustafayeva, alqoloq, revmatoloqumuz. 051 474 38 93 əlaqə nömrəsidir. Qeyd eləyin, qeydiyyatdan keçin. Bu arada nömrə 1 psixologiya mərkəzində də bizim aksiyalarımız var. Bütün deməli uşaqlarınız kəkəliyirsə, nitqində, yaddaşında problem varsa, Xalqlar Dostluğu bölümünə zəng edin. 055 562 01 47. Və qeyd eləyim ki, anlamadım. Qeyd eləyim ki, qısa bir ara verməliyəm. Yaxşı, verək qısa ara.